Ne iniyorsunuz? Dayan yorum. Hüseyin! Orada ne iniyorsunuz? Hüseyin! Hüseyin! Hüseyin hardasan? Nergis! Nergis! Burada hiç kim yoktu? Çık görüm ay uşaq. Bu uşaqlar burada nə qələt eləyirlər? Hə? Buraları niyə qarışdırmısınız? Su ambarı üçün pəncərə aparmaq istəyirdik. Qələt eləmisiniz. Məyər deməmişdim ki, ambarın yanına getməyin? Niyə söz başa düşmürsünüz? Anan hanı? Xaloğlu Abbas gəlmişdi bura. Anam qapıların birini verdi ki, aparsın Kübra xanım üçün. Özü də ondan getdi. Mavi rəngli qapını? Bəli. Çox nahaq yerə. Məyər müftəm aldı? Gəl köməklə yükü boşaldım. Ya Allah! Salam əleykim Kərim ağa. Salam aleyküm. Olmaya yol azmısınız Kərim ağa? Nəcə bizi yad eləmisiniz? Buyurun çaya. Sağ olun. Kübra xanım, mən bu qapını birinə söz vermişdim. Nərgiz xanım səhvən gətirib sizə. İnşallah mən bunu aparıram. Münasib bir qapı tapsam, gətirərəm sizin üçün. İcazənizlə. Kərim ağa, bir su içərdiniz. Nərgiz? Nərgiz? Hələ də ağlayırsan? Niyə inanmırsan? Mən o mavi qapını başqasına söz vermişəm. Ondan yaxşısını Kübra xanım üçün gətirəcəm. Axı, qurbanın olum, hər şeyin bir hesab kitabı var. Qapıma gələn hər kəsə bir şeyimi verim aparsın, birisi gündə gələr başqa şey istəyər. Axı, demək istəmirəm. Amma mən indiyə qədər neçə nəfərə qapı pəncərə vermişəm. Bilirsən? Axı, bilmirsən. Haniyənin aparatının fikrini eləyirəm. Birinə tapşırmışam. O gün yanındaydım. Mən istəyirəm yaxşı bir şey alım ki, 2 gündən bir xarab olmasın. Mən sizə görə bütün bu əziyyəti çəkirəm, Nərgiz. Sən mənim canım ağlama. Gül. 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 Nərgiz, dücəl, dücəl. Oğlan sənə vəfadar. Nərgiz, dücəl, dücəl. Sən nə qədər naz eləsən, aşıqı mən səbr elərəm. Xoxdur sənə mühəbbətim. Nərgiz, dücəl.
Məşədi, qalığı çox qaytarmısan. Fikrin hardadır? Ey, Zirey ağa, növbə iləndir. Mən sizdən qabaq buradaydım. Siz məni görməmisiniz. Getdir orada. İmzaladın? Bəli, di get. Buyurun. Cənab, bu surətidir. Olanın budur. Olmaz, surəti olmaz. Elə budur. Əslini verməlisən. Ələ salmısan? Yükü boşalt cənab, boşalt. Yox, niyə? Boşalt dedim, olmaz. Nə olub sizə? Abrımızı apardınız. Surətini verir. Möhsün, nəzərə al. Həmşəridir. Baş üstə. Yaxşı. Yola verin. Buranı imzala. Bax buranı. Yol uzaqdır. Möhkəm bağla ki açılmasın. Biraz yavaş. Boğuldum axı. Get dəmi. Görmürsən hamı qabaqdadır? Gedirəm, gedirəm. Dayanın, xarab oldu. Dayanın, xarab oldu, dayanın. Hara getdiniz, dayanın. Məni də gözləyin. Xarab oldu. Gəl xanım, kömək elə. Bu kəndiri açın, belim ağrıdı. Nə gözəldir. Kərim ağa, soyuducu almısan? Görürsən ki, soyuducudur da. Kömək elə, bu kəndiri aç, belim ağrıyır. Kəşki televizor alaydın. Alaram qızım. Ata, xaricidir. Mən nə bilim, xaricidir ya İranın. Ha, niyə? Bıçağı gətir. Ata, nə rəngdədir? Oğlum, içini açmışam ki, bilim nə rəngdədir. Qızım, get mənə bir stəkan su gətir. Biz
Bu vəziyyətdə soyuducunu neynirik Kərim ağa? Əmanətdir. Sabah aparıb verəcəm sahibinə. Nə qəşəngdir. Hə, Tut bunu düşməsin. yavaş. Ehtiyatla. Salam qardaş. Satırsan? Nə rəngdədir? Köhnə modeldir ki. 50 min tümən versəm yaxşıdır. Düzün desəm, biraz da mən qazanaram. Nə olar? Hə? Nə deyirsən? İsmail, gəl kömək elə qoyaq aşağı. Ey, qardaş! Nə oldu? Bax, düz gəlsən, 4 yolda bir poster var. Behzadi küçəsinə. Bura gəlsən, mən mağazanın ağzındayam. Cənab, soyuducu alırsınız? Bir dəqiqə gözlə. Xeyr, cənab, istəmirəm. Qiyməti münasibdir. Cənab, niyə başa düşmürsən? Ucuz verirəm. Mənə lazım deyil. Mənim üçün mal gətir. Get, cənab. Get də, hələ durub mənə baxır. Buna bir bax. Bu 15 min tümən hədiyyədir. Bu 4 min tümən də kirayə haqqın. Halal olsun. Doğrudan da halal süfrə başında oturmusan. Onu qaytarmaqla bizi çox sevindirdin. Mağazanın kartını sənə verirəm. Sabahdan gəlirsən burada işləməyə. İş o qədər çoxdur ki, nə qədər istəsən. Yaxşı? Danışdıq? Çox sağ olun. Onu bir də oxu, mən qeyd eləyim. Çayını heç soymasın. Türkiyədən gələni ya Dubaydan? Yox, yox, Dubay oxu. Yaxşı. 600 dənə DVD player. 500 dənə soyuducu. Paltaruyan Yaponiyanın 400 dənə. Koreyanınki 170 dənə LCD. 50 dənə plazma 30 dənə. Malaziyanın Tosoranı da 370 dənə. Qəzet, qəzet! Cənab, salfet var. Xanım, qəzet verin. Qızım, gəl dalımca. Xanım, bağışlayın.
500'e xırdanız var? Cənab bağışlayın, 500'e xırdanız var? Buna xırda olmaz. Gedəşi, 500'ün özü xırdadır. Nə olub? Sizdə 500'e xırda olmaz. Cənab, 500'e xırda... Gedirəm də, nə olub? Burada nə qələt eləyirsiniz? Bu nədir gətirib burada satırsınız? Hə? Oğlan kim idi? Bu nədir belə? Utanmırsınız? Al, al! Gəl bura Hüseyin! Gəl görün bura nə qələt eləyirdiniz? Gəl bura Hüseyin! Gəl bura! Gəlmirsən? Dayan görüm, sənə göstərərəm. Köpək uşağı! Qaçmayın! Dayanın görüm! Kerim ağa vurma uşağı. Vurma dedim. El çek ondan. Kerim ağa. Çöreğin yok uydu, suyun yok uydu ay kız! Ata, ata qələt eləmişəm ata. Bir də eləmərəm. Niye benim papağımı yere sokursan? Cevap ver! Kerim ağa qələt eləyib. Uşağın günahı yoxdur ki. İstəyirdi biraz pul qazanıb balıq alsın. Qələt eləyib istəyib. O ambarı uçurtmaq mənə borc olsun. Dayan görüm. Kerim ağa, hara gedirsən? Nərgiz, çəkil, əsəbiyəm, çəkil, gözümə görünmə! Belə vəziyyətdə çölə çıxma. Özləri də uşaq böyüdü, mən də uşaq böyüdürəm. Mənim başıma daş düşdü. Mənim başıma daş düşdü. Ata,
sənə çay gətirmişəm. Əllərin ağrımasın qızım. Nərgiz xanım, gəl bura, işim var. Hüseyin, qalx anana kömək elə. Xanım, tut bunu qoy kənara, qışda lazım olar. Bu nədir? Bu ki sınıb. Fikirləmə, düzəldərəm. Lap təzə kimi olar. الكتاب كأبة وقبلة شركة القرآن صلي على سجاد موسى ورضا İmam Rıza'yı qarib. Kəbleyi ölməyib ki, diridir. Cemal Muhammed Ali salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah şəfa versin. Allah şəfa versin. Durun. Yenə gəlib baş çəkəcəm. Allah şəfatı versin. Başım yamsarım sana. Kardeşlik efendim. Hüseyin, kömək elə. Yavaş yavaş. Ehtiyatla. Ata, bugün Kübra xanım evlərinin arxasında dəvə quşu yumurtası tapıb. Bax, bu boyda. Ata, ağrıdır? Biraz. Sağalandan sonra sənə təzə aparat alacağım. Qiyməti neçə olursa olsun, fərq eləməz.
Lazım deyil ata. Aparat istəmirəm. İndi yaxşı eşidirəm. Yəni əməlli başda işdirsən? Bəli. Aniyə? Aniyə, bu tərəfdədir. Aniyə, Bəli. kremin qapağı bu tərəfdədir. Salam, salam. Salam, salam. Afərin. Bu göyərtləri qoyun maşına, indi gəlirəm. Selamünaleyküm. Yaxşısan? Sağ olasın. Kərim ağa, 2 həftədən sonra xəstəxanaya getməliyik. Ayağının gipsini açmaq üçün. Zəhmət olar, xala oğlu. Nə zəhmət. Bu da yanında qalsın, lazım olar. Xəcalət verirsən. Bu nə sözdür? Abbas ağa, gəl maşının qapısını aç. Çox ağırdır. Baba geldim ha. Bir tane kapı açmak ki bir de fitnesi yoktu ki. Burada çətin nə var axı? Koymurlar ki. Kərim ağa, Hüseyni oyat yeməyini yesin. Hüseyn, qalx yeməyini ye. Hüseyn, Ayağını bu qədər tərpətmə də, ata. Hüseyn, tez ol görək. Günorta oldu ki. Qalx yuxarı, qalx. Tələs. Götür ana, bir həftəlik maaşımdır. Qurbanın olaram bala. Ana, uşaqlar deyirlər sabahdan biraz artıq işləyək. Yox oğlum, lazım deyil. Ata nigaran olar. Ana, əgər artıq işləsəm, gündəlik 700 tümən verərlər. Balıqların pulunu çıxardaram. Sən balıqların pulu üçün narahat olma. Neçə dənə paltar götürmüşəm tikməyə. Sənin balıqlarının pulu üçün biraz kənara qoyaram. Ana, sən Allah tez ver. Axı cənab Kəmali istəyir bağını böyütsün, hovuzun yerini də bağça eləmək istəyir. Eləsin də. Əgər balıqları biz almasaq, cənab Kəmali onları başqasına satacaq. Başa düşdün? Allah böyükdür. Qurbanın olaram. Kərimcan, Kerimcan.
Həkim 2 saatdan sonra gələcək. Mənim bir yüküm var. Gedim, sonra qayıdaram. Hüseyin, atandan müğayət ol. Ata, mən indi qayıdıram. Çay dur nə o? Cənab, 2 dənə meyvə suyu neçə olar? 400 tümən. 350 versəm olar? Yox, olmaz. Onda bir portakal suyu verin. Buyur ata, sənin üçün almışam. Bəs niyə özünü almadın? Mən bundan xoşlamıram. Al iç. Yox, mən istəmirəm. Səni almışam. İç görüm. Mən içdim. Xol da. Necəsən Hüseyin? Salam qalaqlı. Bağışda gec oldu ya. Gələ. Gözlə. Hüseyin, bunu ver mənə, qalx yuxarı. Salam Hüseyin. Hüseyin bura gəl, sənə bir şey göstərəcəyik. Bilirsən nə gətirmişik? Nə? Özün tap, balıqları Cənab Kəmali'dən aldıq. Bizə 3 dənə də ana balıq verdi. Doğrudan, hardadır? Çəlləkdə, güldanların aşağısında. Yükü boşaldandan sonra balıqları aparıb tökərik ambara. Əla, 3 dənə ana balıq 4 aydan sonra hər biri 500 dənə balıq doğar. Bilirsən nə qədər olar? 1000 dənədən çox. Yenə də bilmədin. Məlumdur ki, 1000 dənədən çox olar. Hüseyin, milyonçu olacaq, hə? Bəs nə üçün Cənab Kəmali ana balıqları verdi? Axı əvvəl deyirdi vermərəm. Abbas ağa bizim işimizi təriflədi. Cənab Kəmali də bizə 3 dənə ana balıq hədiyyə elədi. Sağ olsun Abbas ağa. Sağ olsun Abbas ağa. Ağa, axı bu nə işdir? Hər gün küçənin bir yerini qazırsınız. İndi mən yükümü ora necə aparım, hə? Bunu necə eləyim? Axı belə olmaz. Uşaqlar, düşün yükü boşaldaq. Tez olun. Götürün bunları, getirin ora. Hər gün bir oyun çıxardırlar. Tez ol. Ehtiyatla. Yerə qoy. Cəld olun, cəld olun. Tez ol Hüseyin. Çəllək deşilib. Uşaqlar gəlin aşağı. Çəllək deşilib. Balıqlar ölürlər. Gedək yuxarıdan çəlləyi çıxaraq. Tez olun. Balıqlar ölürlər. Tez olun. Cəld olun. Uşaqlar, yuxarıda nə edirsiniz? Nə xəbərdir? Nə olub? Niyə cavab vermirsiniz? Orada nə edirsiniz? Əlim sındı. Dəli olmusunuz? Siz Allah tez olun. Nə olub? Niyə cavab vermirsiniz? Nə edirsiniz orada? Ehtiyatlı olun, tökülməsin. Dəli olmusunuz? Niyə güldanları sındırırsınız? Çəlləyin suyu boşalıb. Aparaq suyun yanına. Tez olun.
Yavaş yavaş. Yavaş yavaş. Sana selam ne verdi? Celil Hüseyin. Tez ol. Çıkan yıkılıyor olacağım. Kömeğiyle. Cece bu kuşaları elinde. Aşağıdan tut. Yavaş yavaş. Baba geldiğim ona şunu. Sarayın olduğuna şıkkındı. Kaçın uşaklar biraz tez. Tez olun balıklar ölür. Tez olun. Onu tutun dalımızca gelmesin. Celil, Celil. Tutun onu. Siz o birini tutun. Gedir koyma. Uşağlar gelin balıkları çelleye yığaq. Uşaqlar çəllək cırılıb. Pərpər olub güllərimiz, ağlayır gözlərimiz. Pərpər olub güllərimiz, ağlayır gözlərimiz. Yadıma hərdən düşür o geçən günlərimiz, o geçən günlərimiz. Yalan dünya, yalan dünya, acəb oldun yaman dünya, yaman dünya, yalan dünya. Yalan dünya, cevani dərdə salan dünya, salan dünya. Dəyibdi ürəyimə, fələyin qəmli daşı. Sən də mənə yadigar, qalıb Muvazibəm, qorxma. Abbas ağa ne oldu? Heç olmuyor baba, qorxma, qorxma. Hüseyin hara gitsen? Şimdi geldiler. Ehtiyatla Hüseyin. Yavaş yavaş sal suya. Özüm bilirəm.
İnşallah qızım Haniyə xanımın toyunda. Kərim ağa, sabah səhər gedirəm Ruhiyə xanım gilə. Qızının xına qoydu mərasimidir. Yazıqlar təkdilər. Gedib tez gələcəm. Ana, məni də apararsan? Belə yerlər oğlanlar üçün deyil. Bu qadın məclisidir. Səni hara aparım? Bunları zay eləməyin ha. Olanın budur. İstəyirəm atanın bir ayağında gül düzəldim. Qoy çəkim. Əvvəl mən çəkirəm. Hüseyin, ver mən də çəkim. Yox, sən bilmirsən, xarab eləyərsən. Sən lazım deyilsən. Nə olub sizə? Sakit olun. Vermirlər mən də çəkim. Yaxşı, gözləyin. Aşağı yarısı sizin, yuxarı hissəsi isə Haniyənin. Yuxarı hissə qadağandır. Siz də mənim ayağımdan müğayət olun. Ağrıyır. Ehtiyatla. Kimdir? Mənəm, Ramazan. Salam, Məşədi Ramazan. Nə vaxt gəldin? Dünən gəlmişəm. Məşədi Ramazan, məni bağışla, qapını aça bilmirəm. Uşaqlar məhəllədədir. Onları tap gəlib qapını açsınlar. Səndən işim var, sənin üçün çox darıxmışam. Narahat eləmək istəmirəm. Eşitdim ayağın sınıb. Gəldim ki, halını soruşum. Sənə şad xəbərim var. Nə şad xəbərdilə? Qaçan dəvə quşu bugün səhər qayıdıb. Hamımız sevindik. Kərim ağa, mən getməliyəm. Sənə Məşəddən sovqat gətirmişəm. Bax, bura qoyuram. İnşallah tezliklə səni görəcəm. Xudahafiz.
Film 2010-cu ildə Sinesalam kinostudiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Emin Abbasov, səs rejissoru Pərviz Ramizoğlu, tərcümə edən Cavanşir Quliyev, redaktor Teymur Quliyev, inzibatçı Xeyrulla Zeynalov, direktor Süleyman Fərzəliyev. Filmi səsləndirdilər Gülnarə Cülalova, Rövşən Məmmədli.